Yunan-Roma güləşçilərimiz Avropa oyunlarına hazırlığı davam etdirir. Bugün Olimpiya Güləş Mərkəzində milli komandanın mətbuat üçün açıq məşq keçirilib. İlk Avropa oyunlarına hazırlığı davam etdirən Yunan-Roma güləşçilərimiz Olimpiya Güləş Mərkəzində mətbuat üçün açıq məşq keçirdi. Möhtəbər idman forumunda əsas medal ümidlərimizdən olan klassiklərin heyəti yaxın günlərdə tam dəqiqləşəcək. 98 kiloqram çəki dərəcəsində Orxan Nuriyev və ən ağır çəkidə Sabah Şəriəti istisna olmaqla digər çəkilərdə məşqçilər iki güləşçini nəzərdə saxlayır. 59 kiloqramda Elman Muxtarov və Rövşən Bayramov, 66-da Həsən Əliyev və Kamran Məmmədov, 71 kiloqramda Rəsul Cunayev və Rüstəm Əliyev, 75-də Elvin Mürsəliyev və Niyaməddin İbrahimov, 80-də Rafiq Hüseynov və Emin Əhmədov, 85 kiloqram çəkidə isə Saman Təhmasibi və İslam Abbasov arasında seçim ediləcək. Baş məşqçi Cəmşid Xeyrəbadi hazırda komandada vəziyyətin yüksək səviyyədə olduğunu bildirdi. İndiyə qədər 18 təlim məşq toplanışı keçirmişik. Tehranda Dünya Kuboku yarışında möhtəşəm uğurdan sonra əhval-ruhiyyə daha da yüksəlib. Komanda olaraq Azərbaycanın bayrağını yüksəldəcəyimizə, azarkeşlərə sevinc bəxş edəcəyimizə, ölkənin fəxri olacağımıza and içmişik. Hər bir güləşçimiz var gücü ilə çalışacaq və son nəfəsinə kimi mübarizə aparacaq. Bütün çəkilərdəki təmsilçilərimizdən medal gözləyirik. Yarışa tam hazır olduqlarını vurğulayan dünya və Avropa çempionu Həsən Əliyev indi əsas məqsədinin zədələrdən yayınmaq olduğunu söylədi. İnşallah məşqçilərimiz hamıdan qızıl medal gözləyir. Çünki məşqimiz onu göstərir. Çox yaxşı məşq eləmişik. Nə lazımdır eləmişik. Demək olar ki, məşqlərimiz tam azalıb. İndi lazımdır bir dənə travmadan qorunmaq. Travmadan gözləmək lazımdır. Çünki bizim ən vacib olan şeydir bədənimizi qorumaqdır. Bədənimiz əzilməsin, travma aldı, vaxt yoxdur sağalmağa. Bu böyük bir ciddi bir problem yarada bilər. Təbii ki, bir idmançı kimi mən də qızıl medal almaq istəyirəm, amma bu idmandır, bu riyaziyyat deyil ki, 2 vur 2 həmişə 4 eləsin. Biz də çalışacaq ki, ən yüksək nəticəni, əlimizdən gələn ən yüksək nəticəni verək. Məsuliyyətli olmaq daha yaxşıdır. Bilirsiniz ki, bu idman bizim ağır idman növlərindən biridir. Hər an zədə ilə bağlı, hər an belə deyək, xəstələnmək olar, zədələnmək olar. Təbii ki, məsuliyyətli olsan, özünə diqqət eləsən, məşqləri layiqincə eləsən, mənə gəlir daha yaxşı olur. Məsuliyyət daha yaxşıdır məncə. Xatırladaq ki, güləş yarışları Heydər Əliyev adına idman arenasında keçiriləcək və iyunun 13-də başlayıb 18-də yekunlaşacaq. Yunan-Romaçılarımız var gücü ilə Avropa oyunlarına hazırlaşır. Möhtəbər yarışda ən tez mübarizəyə qoşulanlar sırasında olacaq idmançılarımız hazırlığın son mərhələsindədirlər. Komandanın heyəti, güləşçilər, həkimlər, məşqçilər and içmişik ki, var gücümüzlə çalışıb Azərbaycanın bayrağını yüksəklərə qaldıraq. Azərbaycan xalqına sevinç, uğur qazandırmaq istəyirik. Mən sizi əmin edirəm ki, heç bir güləşçi dincəlməyəcək. Sərbəst güləşdən fərqli olaraq Yunan-Romada əsas qüvvə Avropada toplanıb. Rusiya, Gürcüstan, Macaristan, Türkiyə kimi güclü heyətlər var. Amma inanıram ki, biz onlardan güclüyük. Cəmşid Xeyrəbadi və məşqçilər korpusu böyük ölçüdə Avropa oyunlarına çıxış edəcək idmançıları müəyyənləşdirib. Hər hansı bir zədə baş verməyəcəyi təqdirdə çıxışı şübhə doğurmayanlardan biri də Həsən Əliyevdir. İnşallah məşqçilərimiz hamıdan qızıl medal gözləyir. Çünki məşqimiz onu göstərir. Çox yaxşı məşq eləmişik. Nə lazımdır eləmişik. Demək olar ki, məşqlərimiz tam azalıb. İndi lazımdır bir dənə travmadan qorunmaq. Travmadan gözləmək lazımdır. Çünki bizim ən vacib olan şeydir bədənimizi qorumaqdır. Bədənimiz əzilməsin, travma aldı, vaxt yoxdur sağalmağa. Rafiq Hüseynov da böyük ehtimalla əsas heyətdə yer alacaq. Hüseynov da yüksək yerləri hədəfləyib. Təbii ki, bir idmançı kimi mən də qızıl medal almaq istəyirəm, amma bu idmandır, bu riyaziyyat deyil ki, 2 vur 2 həmişə 4 eləsin. Biz də çalışacaq ki, ən yüksək nəticəni, əlimizdən gələn ən yüksək nəticəni verək. Qeyd edək ki, güləş yarışları 13-18 iyun aralığında Heydər Əliyev adına idman arenasında keçiriləcək. Yunan-Romaçılar 13-14 iyun tarixlərində yarışacaqlar. Avropa oyunlarına hazırlaşan Yunan-Roma güləşçilərimiz mətbuata növbəti açıq məşqini keçirib. Olimpiya Güləş Mərkəzində baş tutan məşqdə həm də Bakı 2015-də ölkəmizi təmsil edəcək klassiklərimizin bir qisminin adı açıqlanıb.
Tehranda keçirilən Dünya Kubokundan sonra vətənə qayıdan klassiklərimizin sadəcə 18-ci məşqi baş tutdu. Avropa oyunlarında ölkəmizi təmsil edəcək yığmamızın heyəti isə rəsmi olaraq açıqlanmasa da millinin baş məşqçisi Cəmşid Xeyrabadi iştiraki dəqiq olan bir qism idmançının adını çəkməyi unutmadı. Bu siyahı da müxtəlif çəki dərəcəsində yığmamızın aparıcı simaları olan Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev və Rafiq Hüseynovun adları da yer alıb. Güclü rəqiblərim var. Ən aşağı 7-8 dənə güclü rəqibim var mənim. Yəni ki, hamısından görüşmüşəm, udmuşam da, uduzmuşam da. İnşallah tarixdən öz torpağımda 66 qızıl medalı başqa ölkəyə veririm. Təbii ki, bir idmançı kimi mən də qızıl medal almaq istəyirəm, amma yəni bu idmandır, bu riyaziyyat deyil ki, 2 vur 2 həmişə 4 eləsin. Biz də çalışacağıq ki, ən yüksək nəticəni, əlimizdən gələn ən yüksək nəticəni verək. Qalan 8 güləşçinin kimliyi yaxın günlərdə açıqlanacaq. Avropa oyunlarında Yunan-Roma güləşi üzrə yarışlar isə 13 və 14 iyun tarixlərində Heydər Əliyev adına idman arenasında keçiriləcək. Tamaşaçılar gündən sonra idman yenilikləri ilə efirdəyik. İlk Avropa oyunlarına ciddi hazırlaşan Yunan-Roma güləşçilərimiz ölkəmizdə keçiriləcək mötəbər yarışda yüksək əyarlı medalları iddia alırlar. Pəhlivanlarımız artıq son təlim məşq prosesinə də start veriblər. Yunan-Roma güləşçilərimiz baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi ilə ilk Avropa oyunlarına yüksək səviyyədə hazırlaşırlar. İdmançılarımız təlim məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində mütəmadi olaraq davam etdirirlər. Bu günə qədər 18 məşq prosesini keçirdiklərini deyən İranlı mütəxəssis Cəmşid Xeyrabadi hazırlıqlardan razı qaldığını bildirir. Tehranda keçirilən Dünya Kubokundan sonra millimizdə əhval-ruhiyyənin yüksək olduğunu vurğulayan baş məşqçi seçməmizin məqsədinin yalnız qələbə olduğunu qeyd etdi. İstər məşqçi, istər güləşçi tam heyət olaraq hər birimiz and içmişik. Güləşçilərim yarışlarda Azərbaycanın fəxri olacaq. Azərbaycan bayrağını yüksəklərə qaldıracaq. Azarkeşlərə qələbə bəxş edəcək. Uşaqların adından da sizlərə söz verirəm. Hər bir güləşçi sonadək medallar uğrunda mübarizə aparacaq. Bakı 2015 ilk Avropa oyunlarında ölkəmizi təmsil edəcək Yunan-Roma güləşçilərinin artıq adları məlumdur. Belə ki, 59 kiloqram çəki dərəcəsində Elman Muxtarov, Rövşən Bayramov, 66 kiloqramda Həsən Əliyev, Kamran Məmmədov, 71-də Rəsul Çunayev, Rüstəm Əliyev, 75 kiloqramda Elçin Mürsəliyev, Niyaməddin İbrahimov, 80 kiloqram çəkidə Rafiq Hüseynov, Emin Əhmədov, 85 kiloqramda Səhmən Təhmazibi, İslam Abbasov, 98 kiloqram çəki dərəcəsində isə Orxan Nuriyev mübarizə aparacaqlar. Onlara daha 8 idmançı da qoşulacaq. Güləşçilərimiz də mötəbər yarışa yüksək nəticələr üçün qatılacaqlar. 7-8 dənə güclü rəqibim var mənim. Yəni ki, hamısından görüşmüşəm, udmuşam da, uduzmuşam da. İnşallah tarixdən öz torpağımda 66 qızıl medalı başqa ölkəyə veririm. Təbii ki, bir idmançı kimi mən də qızıl medal almaq istəyirəm, amma yəni bu idmandır, bu riyaziyyat deyil ki, 2 vur 2 həmişə 4 eləsin. Biz də çalışacağıq ki, ən yüksək nəticəni, əlimizdən gələn ən yüksək nəticəni verək. Xatırladaq ki, Avropa oyunlarında güləş yarışları 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq.